Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə başladı. Salam, mənim əzizlərim, xoş gördük. Yenə də hər bazar günü olduğu kimi ARB kanalında Şəfalı Həyat sizinlədir. Və mən sizin həkim diyetoloq Şafa Yadigarova bugün də sizinləyim. Amma bugün tam fərqli bir mövzuya toxunacağım. Hər kəs hər zaman gözəl olmaq istəyir. Ətrafımızı gözəl görmək istəyirik, yaxınlarımızı gözəl görmək istəyirik, təbiəti gözəl görmək istəyirik. Amma gözəllik birinci növbədə hardan və necə başlayır? Təbii ki, bizim xarici görünüşümüzdən daxili görünüşümüz bir vəhdət təşkil etməlidir. Və bunun üçün də bəzi vaxtı biz peşəkarlara müraciət etmək məcburundayıq. Nəyə görə? Çünki bəzi məqamları biz bilməyə də bilərik. Amma bunları bilmək üçün və hər kəs özünün memarı olmaq üçün biz məhz işlərinin peşəkarlarına, məhz həyatda uğur qazanan insanlar, hansılar ki elə bu sahələri bugün Şəfalı Həyatda bizi ilə açıqlama verəcəklər, elə bizi ilə də müzakirə edəcəklər. Odur ki, diqqətiniz bizdə olsun. Bu dəqiqə hər bir xanıma maraqlı bir mövzu olacaq. Düşünürəm ki, bəylər də hər zaman gözəl xanımları arzu edirlər. Hər bəy istəyir ki, yanında bir gözəl şahzadə olsun, bir gözəl bir xanım olsun. İstəyər baxımlı, istəyir geyimi gözəl, istəyər süfrəsi gözəl, istəyər də ətrafı və təbii ki, düşüncələrimiz də gözəl olmalıdır. İstəyirəm qonağımdan başlayayım. Qonağım adi qonaq deyil. O doğrudan da illərdir mənimlə bərabər olan və daimi yəqin ki, görübsünüz, izləyibsiniz məni. Gözəl mənim o libaslarımı, o gözəl əllərindən özü ona dizayn verir. Hətta bu yaxınlardan ad günüm oldu. İnanın, sözün əsl mənasında mən o paltarımı görməmişdim. Nə parçasından məlumatım yox idi, nə tikilişindən, nə də duruşundan. Və bir anda, belə deyək də, bir saat qalmış mənə deyildi ki, paltarımız hazırdır. Orada da bu mənim üçün böyük sürpriz oldu. Odur ki, mənim əzizlərim, elə ona görə də düşündüm ki, hər xanım hər zaman gözəl bir libas istəyir, gözəl görsənmək istəyir. Amma bunun üçün də elə peşəkar lazımdır. Bugün studiyamızın qonağı işinin peşəkarı, elə sözün əsl mənasında işinin peşəkarı Sevinç Aydem, gəlinlik evinin rəhbəri Sevinç xanım Məmmədova bugün studiyamızın qonağıdır. Buyurun Sevinç xanım, xoş gəlmişsiniz. Ay, bu nə gözəllik, bu nə gözəl. Nə gözəl çiçəklər. Xoş gördük Sevinç xanım. Hər zaman siz gələsiniz. Gəlin görüşək. Çox sağ olun, təşəkkür edirəm gəldiyinizə görə. Onu da vurğulayıb ki, bax, elə mənə suallarla müraciət edirsiniz. Instagram səhifəmə daimi yazırsınız ki, o gözəl libasları sizə kim tikir? Bəli, bax, bu gözəl xanım, o gözəl əllərinlə mən görmürəm, xəbərim yoxdur. Mən yalnız ona buraxıram və gəlirəm, wow oluram. Odur ki, gözəl xanımlar, siz də gözəl libaslar istəyirsinizsə, gözəl o evlatlarımızın gözəl gəlinlik paltarları, qızlarımızın, gəlinlərimizə gözəl gəlinlik paltarları axtarırsınızsa, elə Sevinç Aydemə müraciət edə bilərsiniz. Çalışmaq çox xoşdur. Çox sağ olun Sevinç xanım, xoş gəlmişsiniz. Mən də təşəkkür edirəm sizə verilişinizə dəvət etdiyi üçün. Çox şadam ki, bugün buradayım. Çox sevəm. İnan, neçə aydır deyirəm ki, Sevinç xanım verilişimə gəlin. Deyir, o qədər sifarişlərim var, vaxtım yoxdur. Nəhayət ki, bugün gəldim. Amma bugün artıq sizin verilişdəyəm. Yəni sizin verilişə də çox-çox uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Çox şadam. Bugün burada olduğum üçün. Çox sağ olun, təşəkkür edirəm. Zəhmət olmasa əyləşin, burada elə əyləşin. Sevinç xanım, bir daha təşəkkür edirəm bu gözəl çiçəklərə görə. Elə güllərimi qoyum. Bəh. Və istəyirəm növbəti qonağımızı təqdim edim. Daima bizim efirimizin qonağı və hər zaman hər kəs bilir ki, Instagram səhifədə də, hətta canlılarda da paylaşıram ki, mən yalnız idmanla hər zaman formada özümü saxlayıram. Heç bir əməliyyatları bilirsiniz ki, sevmirəm. Sağlıqlı və şəfalı şəkildə hər zaman özümü formada saxlayıram. Elə istəyirəm, bax, elə mənim bədənimin memarı olan xanımı bugün studiyamıza dəvət edim. Çünki bugün elə deyərdim, sözün əsl mənasında biz gözəl xanımları gözəlləşdirən memarlar bugün studiyamızın qonağıdır. Növbəti qonaqlarımı da təqdim edəcəm. Bəli, sözün əsl mənasında işinin peşəkarı Gülnar xanım Əliyeva, Pilates məşqçisi, Balans Body Akademiyasının məzunu. Gülnar xanım, buyurun, xoş gəlmişsiniz. Bəli, nəhayət ki, xoş gördük canım. Necəsiz? Xoş gördük.
Her zaman olduğu kimi özünüz də çox gözəl formadasınız. Teşekkür Ama, ederim. ama onu da deyim ki, bizlə daha çox məşğul olur. Nəinki özündən, amma özü də hər zaman formadadır. Bu artıq bunun o sirləridir. Hansı sirlərdir bilmirəm. Onları bizə demir. Ona görə də hər zaman formadadır. Buyurun Gülnar xanım, əyləşin zəhmət olmasa. Və istəyirəm növbəti qonağımızı təqdim edim. Mən bundan öncə dedim ki, bugün sözün əsl mənasında bizim studiyamızda fərqli xanımlar var, fərqli peşəkarlar var və hər biri öz həyatda uğurlarına bir imza atmış insanlardır və ona görə də məhz bugün şəfalı həyatdadılar. Çünki biz hər zaman burada işinin peşəkarlarını, sizlə onların biliklərini paylaşıram. Necə ki, Sevinç xanım belə deyək də libas dizayneridir. Gülnar xanım bizim bədənimizin formada olmasının dizayneridir. Amma təbii ki, bir insanın düşüncələri də sağlam olmalıdır. Bəs məhz elə deyərdim sözün əsl mənasında bizim düşüncələrimizi düzgün istiqamətləndirən, düşüncələrimizə sağlam dizayn verən bugün studiyamızın qonağı, həkim, psixoterapevt Şəbnəm xanım Orucovadır. Xoş gördük. Özü də çox gözəl bir xanımdır da, maşallah. Xoş gördük. Necəsiz? Yaxşı, çox sağ olun. Xoş gəlmişsiniz Şəbnəm xanım. Bu Təşəkkür arada deyim ki, edirəm. çox gözəl bir enerjisi var. Sağ olun, Çox təşəkkür edirəm. müsbət bir insanlara, belə deyim də, o mərhəməti var, insanlara qayğısı, nəvazişi, insan sevgisi var əsas. Təşəkkür edirəm. O sizin enerjinizdir, mən də ona ancaq elə cavab verə bilərəm. Çox sağ olun Şəbnəm xanım. Çox şad oldum sizi Mən görməyə. də bir daha burada olmağa çox məmnun oldum. Çox sağ olun, təşəkkür ederim. Zəhmət olsun Gülnar xanım yanında əyləşin. Və dediyim kimi, mənim əzizlərim, diqqətiniz bizdə olsun. Çünki bugün sözün əsl mənasında hər kəs özünü hər zaman gözəl görmək istəyir. Bəli, hər bir kəs hər zaman gözəl olmaq istəyir. Gözəllik həmin xoşbəxtlik verir, amma xoşbəxtlik özü də bizə gözəllik verir. Və bunun hamısının başında o bir əlaqə olmalıdır. İstəyər düşüncələrimizin, istəyər fiziki ruhumuzun, istəyər də gözəl geyimimizin. Təbii ki, sağlam qidalanma da burada çox önəmlidir. Elə istəyirəm növbəti qonağımızı təqdim edim. Çünki əgər bunlar varsa, amma gözəl musiqi yoxdursa, bunun təbii ki, tamlıq təşkil etməyəcək. Elə musiqili qonağımızı təqdim edim. Onu da vurğulamaq istəyirəm ki, 27 il bundan öncə məhz mənim toyumu aparan və düşünürəm ki, artıq bir neçə ildən sonra artıq mənim oğlumun da toyunu aparacaq. Bugün studiyamızın qonağı Nazim Faytonçudur. Buyurun Nazim bəy, xoş gəlmişsiniz. Xoş gördük, necəsiz? Badem şərabla dolu, sinem sualla dolu. Ne için yazda açır gül payız gelende solur. Ne için bu dünyada hayır ve şer de olur. Bir ömür şen olanda o bir ömür demli olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne için yazda açır gül payız gelende solur. Ne için bu dünyada hayır ve şer de olur. Bir ömür şen olanda o bir ömür demli olur. Düşündükçe bu hayat çetin gelir insana. Bu hayat asan gelir düşüncesiz yaşayana. Bu hayat asan gelir düşüncesiz yaşayana. Birisi xoşbəxtliyi var dövlətdə görür. O biri aşık olup sevgi məhəbbətdə görür. Kimisi övladını gələcəyində görür. Kimisi uzun ömür və can sağlığında görür. Düşündükçe bu hayat çetin gelir insana. Bu hayat asan gelir düşüncesiz yaşayana. Bu hayat asan gelir düşüncesiz yaşayana. Eğer ilk məhəbbətdə axır ayrılıq olur. Ne için vefalı dostum gelip vefasız olur. Ne için insan ömrü sonunda ağır olur. Gelir amansız ölüm ahır kara torpaq olur.
Badem şərabla dolu, sinem sualla dolu. Ne için yazda aşır gül payız gelende solur. Ne için bu dünyada hayır ve şer de olur. Bir ömür şen olanda o biri ömür gemli olur. Badem şərabla dolu, sinem sualla dolu. Ne için yazda aşır gül payız gelende solur. Ne için bu dünyada hayır ve şer de olur. Bir ömür şen olanda o biri ömür gemli olur. Badem şərabla dolu. Nazim bəy, təşəkkür edirik. Çox xoş oldu. Belə verilişimizin əvvəlində bir gözəl bir enerji verdiniz. Onu da vurguladım ki, Nazim bəy 27 il bundan öncə bizim toyumuzu aparıb və doğrudan biz yəqin ki, Yeganə bəy gəlini idi ki, 6 saat toyunun 5 saatını rəqs eləmişdik. Bəli, yadınıza gəlir. Hətta dediniz ki, mən belə bəy gəlin görməmişəm. 6 saatin toyunda 5 saat biz rəqs elədik. Bəlkə bəy görmüşdüm, belə gəlin görməmişdim. Çünki bütün toyu Şəfa xanım ancaq rəqs elədi. Ancaq ətrafındakı əqrabaları, dostları onu dəstəklədilər və qoymadılar ki, həmən günü özünü nəsə belə narahat hiss eləsin. Biz də sevə-sevə ziyafəti idarə edirdik və çox məmnun qaldım ki, əvvəla çox pozitiv bir ziyafət idi və ora dəvətli olan qonaqlar da elə Şəfa xanımın özü kimi pozitiv idilər. Belə qalxmağa, bəzi ziyafətlər var ki, toya gəlirsən deyə, görürsə insanlar hələm öz durub oynamırlar, eləmirlər. Bəzən məclis sönük keçir. Ondan sonra məclis sahibi deyir ki, nəsə Nazim mənim o olmadı. Deyirəm ki, qardaş, mən elə həmən Naziməm, həmən oxuyanam. Sadəcə sizin qonaqlarınız var. Onun üçün mən dəfələrlə olanda Şəfa xanım soruşuram ki, bəyimizlə gəlinimizin cavanlar olacaq, çoxdur cavanlar. Deyirlər, hə, deyirəm, amma onda sizin toyunuz gözəl olacaq. Bax, elə yeri gəlmişkən biz Azərbaycan xalqına toy yaraşır, gözəl günlər yaraşır. Elə bugün studiyamızın qonağı, bundan öncə də vurğuladım, gəlinlik evinin rəhbəri Sevinç xanım Məmmədovadır. Özünün də çox gözəl bir kolleksiyası var. Elə istəyirəm, Sevinç xanım, icazəvizlə, elə istəyirəm, elə birinci kolleksiyamızdan başlayaq və ondan sonra da mövzuza keçək. Çünki elə təsadüf, mən həmişə hər zaman deyirəm, düzdür, redaktorum da Zümrüt xanım mənlə hər zaman biz müharibədəyik ki, o deyir, bu, mən deyirəm belə, yəni bizdə hərdən, belə bir məqam var da, canlı olaraq biz o içdən nə gəlirsə, elə Nazim bəy dedi toydan, mən elə fikirləşdim ki, görün, 27 il bundan qabaq mən də bir gözəl gəlin olmuşam. Bax, elə o gəlinlikləri... Libasınız var idi, bəli, bəli, bəli. Elə istəyirəm ki, bax, hal-hazırda bizi izləyən o gözəl cavan qızlarımız, gözəl ailə qurmaq istəyən bəylərimiz, hansı ki, gözəl bir gəlinlik sevdiyini istəyir. Analar, nənələr, qaynanalar, mən özüm də gələcəkdə bir qaynana olacam. Qoy Allah hər birimizə belə gözəl gəlin qismət eləsin, gözəl gəlinliklər qismət eləsin. Sevinç xanım da deyərdim, Azərbaycanda işinin peşəkarı, ən gözəl gəlinliklər. Gəlin, xoş gəlmişsiniz. Bizim nə gözəl gəlinliyimiz, nə gözəl. Oy. Sevinç xanım, əllərinizə sağlıq, çox gözəl. Əsl Azərbaycan qızlarına yaraşan gözəl gəlinlik. Baxın, doğrudan sözünə, bunu yaradanda necə yaradıbsınız Sevinç xanım? Mən istəyərdim, o bir emosiyavız var, bir enerji sizə gəlir, deyir sizə, narahat olmayın, edəcəm. Bax, bunu yaradanda necə yaratdınız bu modeli? Gəlinliklər yaratmaq o qədər zövqlü, eyni zamanda da çox məsuliyyətli bir işdir. Çünki sırf olaraq gəlinlə çalışırıq və onun həyatında ən önəmli günlərdən biridir. Ən yadda qalan ən günüdür. yadda qalan biridir. Yəni, həmin günün qəhrəmanı olmaq istəyirlər. Ona görə o qədər həyəcanlı olurlar ki, və onları təsarruf edərkən mənim özümdə də hər gəlinlikdə bir həyəcan var, bir həyəcan olur və bu heç bir zaman azalmır. Əslində bu mənə ruh verir və daha da bir-birindən daha da qeyri-adi və gözəl gəlinliklər yaratmağa çalışıram. Mən xüsusən onu da vurğulamaq istəyirəm ki,
gəlinliklərin enerjilərinə çox inanıram və hər bir gəlinliyin özünə məxsus enerjisi var və gəlinlərimə özəl olaraq gəlinlik tasarım edirəm. Yəni hər birini öz stilində, öz bədən quruluşunda, öz obraz yaradıram. Ümumiyyətlə gəlinliklərdə də obraz yaratmaq çox gözəl bir nüansdır. Və məsəl üçün bu gəlinliyi mən tasarım edəndə həm milli görürsüz, yəni burada korsetin uzunluğu, bəli, standart rəngdən biraz kənara çıxaraq 5 tonlara, dəri effekti tonlarına üstünlük vermişəm və fransız modelimiz bir nümayiş etsin. Fransız dantelindən istifadə etmişəm. Çox aktual və çox trenddə olan bir parçadır belə deyək və heç bir zamanda klassikadır və heç bir zamanda dəbdən düşmür. Yəni illər sonra gəlinlər öz rəsmlərinə baxdıqda yenə də zövq alacaqlar. Uzun karse eləmişəm, çünki uzun karse bu il çox dəbdədir və 3 günc, yəni V karset deyirlər də, ona elə eləmişəm və düşünürəm ki, bu obraz gəlinlərin çox sevimli obrazlarındandır və son zamanlarda daha çox belə bir obraza müraciət etmək istəyirlər. Mənim üçün də çox xoşdur. Yəni kolleksiyamın hamısını burada nümayiş etdirmək istəyərdim, amma sadəcə ikisini burada göstərdim. Bir çoxları butikdədir, öz səhifəmizdə də var, Instagram səhifəmizdə zaman-zaman sərgiləyirik və gəlinlərimiz tərəfindən də çox sevilir. Olduqca zövq alıram işimdən. Sizə uğurlar, təşəkkür edirəm. Ondan da çox məsləhətli bir iş görsün. Mən istəyirəm modelimizi yola salaq. Bəli, bax, Sevinç xanım paltar dizaynındadır. Burada istəyir gəlinliklə. Onu da vurğulamaq istəyirəm ki, hər dizayner həm libasları, libas paltarlarını, həm gəlinlikləri etmir. Bax, kimin evladı evlənmək istəyir, kimin gözəl qızı var, kimin gözəl gəlini var. Artıq alışmışıq biz bütün kollektiv komandam olaraq. Bilirsiniz, gəlinlik yaratmaq ümumiyyətlə komanda işidir. Mən sadəcə olaraq hər bir gəlinliyimin, bunlar mənim üçün bir əsər kimi düşünürəm və bunun kadr arxası, necə ki sizin bu verilişin kadr arxasında nə gecə insanların əziyyəti var, eləcə də gəlinlik yaradanda da onun, yəni bu işin arxasında çox peşəkar, mənim özümün öyrətdiyim dərzilərin və peşəkar komandam var ki, yəni sözün əsl mənası, onu vurğulayım. Yox, mən onu deyim. Onu icazə verin, mən deyim. Bəli, sözün əsl mənasında çox gözəl bir komanda ilə çalışır. Hər zaman deyirəm, Sevinç xanım, siz bu komandanı hardan belə yığmısınız? Amma düşünürəm ki, insan özü necədirsə, elə bir enerjili insanları cəlb edir. Hətta Cəmilə xanım var, onun komandasında mütəmadi, belə deyək də, 24/7 həmin xəttədir. Eyni zamanda da sənin bütün kaprizləri, bütün istəkləri narahat olmuyor. Sevinç xanım da insanı doğrudan içdən duyur. Deyirəm, nəsə bu belə o deyil də. Siz narahat olmayın. Ona o qədər adam var ki, insanı, mən doğrudan bundan tez-tez rastlaşıram. Mən peşəkar bilsiz kimi adlandırıram. Peşəkara söz demək lazım deyil. Peşəkar sənin mimikandan artıq başa düşür ki, sən nə istəyirsən. Necə ki, Sevinç xanım artıq mənim mimikamdan bilir, narahat olmayın. Bu belə, bu belə. Hətta deyirəm də, mənim ad günümə mənə sürpriz etdi. Mən özüm orada olmadan, nə parça, nə fason, nə duruş, heç nə. Mənsiz kəsdilər, tikdilər və bir dənə getdim ki, artıq paltarım hazırdır. Bax, bu peşəkarlıqdır. İnsanı görmədən, bədəni yanında olmadan, amma artıq o mənim iç dünyamı bildiyinə görə özü ona zövqlü bir paltar seçdi. Təşəkkür edirəm Səva xanım. Nüansı da qeyd etmək istəyirəm Şəfa xanım. Demək, mən komandamla zaman-zaman yəni təlimlər verəndə hər zaman bir cümləni vurğulayıram. Deyirəm ki, bizim gəlinlərimizə təhvil verdiyimiz hər bir gəlinlik bizim imtahanımızdır. Bu illərdən asılı deyil, bu təcrübədən asılı deyil. Əgər biz bugün bu gəlinliyi yaradıb təhvil vermişiksə və həmin qızın üzündə gülümsəmə varsa, gözlərində o parıldı varsa, biz bu imtahandan çox gözəl keçdik deməkdir və düşünürəm ki, belə imtahanlarımızdan hər zaman da, yəni biz çox gözəl bu imtahanlarımızı verəcəyik. İnşallah sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Əliniz düşərli olsun. Sağ olun, Çünki doğrudan da o edirəm. düşərli əl, gözəl bir enerji çox önəmlidir. O hətta hərdən mən deyirəm ki, bizim bu komandamızın yemək pişirəndə, məsələn, Şəfalat Coffee and Healthy Foodda və ya cateringdə deyirəm, gözəl enerji ilə bunu edin. Gözəl bir abu-hava ilə edin. Baxın, Nazim bəy ifa elədi, gözəl
gözəl bir enerji ilə. İndi hələm keçəcəm Gülnar xanıma, sonra keçəcəm Şəbnəm xanıma və oradan burada əyləşən hər qonağımın gözəl bir enerjisi var və xanımlar da hər biri ayrı-ayrılıqda bir gözəllik təşkil edirlər. Deyirəm də, biz xanımlar hər zaman Azərbaycan xanımları, Nazim bəy mənlə razılaşacaq ki, ən gözəl, dünyanın ən gözəl xanımları Azərbaycan xanımlarıdır. Mənlə razısınız Nazim bəy? Həm gözəldirlər, həm də səmimidirlər. Həm də ailə canlıdırlar. Biz zövqlüdürlər. Bəli, mən dünyanın çox yerini gəzmişəm, amma ən gözəl xanımlar valla Azərbaycanda görmüşəm. Və istəyirəm bizim növbəti modelimizi təqdim edək. Sevinç xanım, mən istəyirəm bu haqda da danışasınız. Bu gələnliyi təsəvvür edərkən biraz parıltıya üstünlük verdim. Çünki Azərbaycan xanımları çox zövqlüdülər. Parıltı sevən qızlarımız çoxdur. Sadəlikdə sevirlər, amma parıltı sevən qızlarımız da çoxdur. Həm parıltı, həm də sadə libas istəyirdilər və bunu tasarım edərkən məndə sanki parıldayan bir gəlin obrazı. Onu da qeyd edim ki, bunun çox gözəl, möhtəşəm uzun şleyfi var. Sadəcə olaraq bura gətirmədik. Amma yəni burada bütün qaşlar bəzədilmiş, əl işi. Çünki gəlinliklər ümumiyyətlə kutur sahəsində, xüsusən də gəlinlik kuturu biraz zaman alır. Və ona görə də hamısı əllə yığılır və gözəl işin ortaya çıxması üçün əl işləri çox önəmlidir. Bəzən bütün o gördüyünüz qaşlar əllə düzülür. Burada nə qədər insanın, yəni yenə vurğulayıram, kadr arxası çox gözəl komandamın əl işləri var, əl işçilərin. Ayrıca öz qızlarıma təşəkkür edirəm. Amma başda Sevinç xanım, gəlin etiraf edək ki, siz bir peşəkar kimi onları yetişdirirsiniz və siz bir peşəkar kimi onları mən düzgün başa idarə edə bilirlər. Çünki bilirsiniz, hansısa bir gəlinlə birinci təmasda olan sizsiniz və o sizdən o enerjini almasa, o gəlib o sizin artıq komandanızın işinə gəlib çatmayacaq. Burada da təbii ki bir enerji bağlarınız var. Gəlinlə, onun ailəsinlə, onun istəklərini nəzərə alarıq. Bəli. Gəlin ümumiyyətlə bizim gəlinlik, mən hər zaman deyirəm ki, mənim gəlinlik evim, gəlinlərimə rahatçılıq verirəm və hər zaman onlara vurğulayıram ki, bura sizin evinizdir. Toya qədər sizin fikirləriniz, suallarınız nə qədər olursa olsun, biz 7-24 bütün suallarınıza cavab verməyə hazırıq. Ona görə də çünki bilirsiniz necə, çox həyəcanlı olurlar qızlar. Hətta o qədər həyəcanlı olurlar ki, bilmir nə istəyirlər. Bəli, o qədər həyəcanlı olurlar ki, bəzən bir modeli 10 dəfə dəyişmək istəyirlər, amma mən başa salıram onlara ki, yəni dəyişmək olmaz. Baxın, bu belə olanda daha gözəl olacaq. Ona görsel olaraq göstəririk. Hər şeylərini gördükdən sonra isə daha da rahat olurlar qızlarımız. Bu model görürsüz, korset ayrı hissədir, ətək hissəsi isə fərqlidir. Artıq demək olar ki, belə gəlinliklər, bəli, burada görürsüz bir neçə elementin birləşməsidir. Baxanda çox zərif bir görüntü verir, amma korset olaraq ayrıdır. Bunu yəni toyun ikinci hissəsində qısa bir ətəklə after partiyada çevirmək olur. Şleyf taxıb yenə də transformer dediyimiz bir gəlinliklər var ki, yəni onu daha da başqa cür möhtəşəm eləmək olar. Altına məsəl üçün sadə bir saten bir yubqa ilə də əvəzləmək olar. Yəni bir çox variantda bunu istifadə etmək olar. Son zamanlar kolleksiyamda ayrı yəni kəsim olan korsetlərdən istifadə edirəm. Bu da ayrıca yəni ki, ümumiyyətlə artıq bilirsiniz də dəb dəyişir. Yeniliklər çoxdur, gəlinliklər sahəsində də yeniliklər çoxdur və biz onu hər zaman izləmək məcburiyyətindəyik və maşallah bizim qızlarımız da o qədər zövqlüdülər ki, araşdırırlar, çox araşdırırlar və bəzən məndən belə məlumatlı olurlar və mən də çox özümü xoşbəxt hiss edirəm ki, onların ərsəyə gəlməsini sırf mənə etibar edirlər. Bu da məni çox sevindirir. Çox sağ olun Sevinç xanım, təşəkkür edirəm. Mən məzidlərim, siz də gözəl, bax belə gözəl gəlinliklər, gözəl libaslar istəyirsinizsə Sevinç xanıma müraciət edə bilərsiniz. Bizim modelimizə dərin təşəkkürümüzü bildiririk. Çox gözəl bir libasınız var idi, xanımımız da çox gözəldir. Sizi yola salırıq və istəyirəm, təbii ki, əgər gözəl bir musiqi varsa,
gözəl bir libas varsa, deməli məkan da gözəl olmalıdır. Bu məkanı da gözəl etmək üçün təbii ki, bizə kim dekoristlər lazımdır. Azul Beydinqi rəhbəri Zülfiyə xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Siz də əgər toy günü, düyün günü, gözəl ad günləri, məclislərinizi gözəl dekor etmək istəyirsinizsə, cateringdir, ondan sonra eyni zamanda furşetləri təşkil etmək istəyirsinizsə, o zaman siz də Azul Beydinq şirkətinin rəhbəri Zülfiyə xanıma müraciət edə bilərsiniz. İndi isə keçirik reklamlara. Reklamlardan sonra isə bizi izləməkdə olun, çünki mövzumuzu davam edəcəyik. Sağlam yaşamaq, gözəl görünmək və özünü enerjili hiss etmək istəyənlərin sevimli məkanı Şəfalı Həyat Coffee and Healthy Food. Burada hər loxmada sağlamlıq, hər qurtumda sevgi var. Təbii və keyfiyyətli məhsullarla hazırlanan ləzzətli yeməklər, faydalı içkilər və xüsusi qəhvə növləri ilə həm ruhən, həm də cismən yenilənin. Ən önəmlisi isə burada həkim diyetoloq Şəfa Yadigarovanın xüsusi proqramı ilə sağlam pəhrizli yeməklər hazırlanır. Yəni burada sadəcə qida deyil, sağlam gələcəyinizə doğru seçim təqdim olunur. Özünüzü sevin, sağlamlığınızı seçin, həyatınıza yeni nəfəs verin. Çünki şəfalı həyat sizi gözləyir. Ünvan Nizami küçəsi 221C. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə davam edir. Mənim əzizlərim, reklamlardan döndük, verilişimiz davam edir və istəyirəm bizim əzizimiz, psixoterapevtimiz Şəbnəm xanım Orucovaya söz verim. Çünki bundan öncə də dedik ki, əgər paltar dizaynı, bədənimizin, belə deyək də, geyimimizin dizayneri varsa, demək, düşüncələrimiz də müsbət olmalıdır və bununla da çalışan, sözün əsl mənasında gözəl bir xanım, işinin peşəkarı Şəbnəm xanım bugün studiyamızın qonağıdır. Şəbnəm xanım, istəyirəm sizə söz verim. Bax, siz öz iş praktikanızda bir insanların düşüncələrini, həyata baxışlarını necə bir, o deyir də, dizayn edirsiniz. İnsanları, o deyir, biz hər zaman deyirik ki, biz özümüzün dizayneri olmalıyıq. Amma bəzi vaxtı biz özümüzdən bacarmırıq. Və bu zaman bizə sözün əsl mənasında işin peşəkarı məhz elə psixoterapevtlər lazım olur. Çox sağ olun Şəfa xanım, mənə söz verdiyinizə görə. Məşhur psixologlardan biri belə bir sözü var ki, əslində travma deyilən bir şey yoxdur. Travmaya baxış açısı var. Hər kəsin o travmanı necə qəbul eləməsi var, o yaşadığı travmanı necə qəbul eləməsi var. Və mən düşünürəm ki, əgər biz bu həyata yaşadıqlarımıza siz demişkən düşüncəmizi dəyişib də başqa cür baxmağa bacarsaq və yaxud da ki, psixoterapevtlər həmin insanın düşüncə prizmasını dəyişməyi bacarsa və onları sanki bu nöqtədən deyil də bir də bu nöqtədən bir bax, onu bəlkə daha başqa cür görərsən və insanların düşüncəsi dəyişəndə onu daha rahat yaşayar, daha rahat qəbul edər və başa düşər ki, bəlkə də elə də çox ciddi bir problem deyil. Bununla da yaşamaq olur, davam eləmək olur, həyatı sevmək olur. Baxış bucağını dəyişirsiniz. Bəli, prizmanı dəyişdikdən sonra görürsün, insan daha da başa düşür ki, elə də problemli bir şey deyilmiş. Yəni, mən bununla bacarıram və bununla da davam eləyə bilərəm. Yəni, bu mənim həyatdakı stop nöqtəm olmalı deyil. Ayın 16-sı Şəbnəm xanım ilk dəfə Azərbaycanda, məhz Azərbaycanda ilk dəfə özü təşkil etdiyi, istəyirəm özü təqdim etsin. Bəli, əziz tamaşaçılarımız, mən və mənim kollegam birlikdə, bizim gözəl Emiliya Ahad, gözəl bir proyektimiz var və beynəlxalq. Nəyə görə beynəlxalq? Çünki bizim doğrudan da Azərbaycandan kənar, Qazaxıstandan, Rusiyadan, Türkiyədən çox gözəl qonaqlarımız, spikerlərimiz olacaq. Beynəlxalq psixoloji transformasyon oyunlar festivalı keçiriləcək və siz bu oyun dedikdə insan uşaqlaşır. O psixologiyanın dərinliyinə, gərginliyinə varmırsan. Amma oyunlar çox dərin psixoloji oyunlardır və onların festivalında siz hansısa bir sorğunuzla gələ bilərsiniz. Orada iştirak edib siz demişkən həmin anda, anındaca
hansısa bir sorğunuza cavab tapa bilərsiniz. Ayın neçəsi və harda? May ayının 16-sında, May ayının 16 saat neçədə? may ayının 16-sında səhər saat 10-dan axşam saat 6-ya qədər tədbirimiz davam edəcək və Müraciət etmək istəyənlər əlaqə nömrəsindən əlaqə saxlaya bilərlər. Hətta mənim Instagrama yaza bilərsiniz. Mən yönəldəcəm Şəbnəm xanımı, özüm də paylaşacağım Instagramda. Ayın 16-sı saat 11-dən 6-ya kimi. Onu da vurğulamaq istəyirəm ki, mən də orada olacağam. Hər birimizi dəvət edirik, görüşmək ümidi ilə və siz də həyatınızı dəyişmək istəyirsiniz. Çox belə zövqlə, özünüzü sıxmadan, göz yaşsız və travmalarsız, o zaman siz də Şəbnəm xanımın Azərbaycanda ilk dəfə keçirdiyi beynəlxalq beynəlxalq transformasyon psixoloji oyunlar festivalı. Siz də müraciət edə bilərsiniz. Şəbnəm xanım, çox sağ olun, təşəkkür edirəm ki, Azərbaycanda belə maraqlı bir tədbirlər keçirirsiniz, belə maraqlı bir insanları, belə deyək də, düşüncələrini dəyişə biləcək bir, o deyil, transformasiya nə deməkdir? Transformer, yəni tam dəyişirsiniz. Tam dəyişmək. Özü də oyun şəklində. Bəli, ən maraqlısı da odur. Bu çox önəmlidir ki, transformasiya edirlər, transformer edirlər, amma oyun şəkildə, travmasız. Şəfa xanım, bir çox insanlar psixoterapiyaya gəlməyə qorxurlar. Bəli. Üzləşməyə, travmalarla üzləşməyə qorxurlar. Amma oyun deyəndə bir qəribə bir azart yaranır, həvəs yaranır və o həvəs onları tamam başqa proseslərə aparır, yüngülləşirlər. Mən də gələcəm, sizi də dəvət edirəm. Elə istəyirəm indi Gülnar xanıma keçək. Biz bundan öncə musiqidən danışdıq, dekordan danışdıq, dizayndan danışdıq, düşüncələrdən danışdıq. Amma əgər bir insanın bədən quruluşu, bədən qaməti, o dediyimiz kimi o özünə güvənlik olmasa, insan nə geyinsə ona yaraşmayacaq. Hansı bir psixoloqa getsə, o yenə də o özünə baxıb güzgüdə özünü bəyənməyəcək və bununla da bağlı təbii ki, illərdir. Artıq neçə ildir Gülnar xanım? 11 ildən çox. 11 ildən çoxdur. Mən şəxsən özüm Gülnar xanım Əliyeva ilə çalışıram və sözün əsl mənasında deyərdim ki, Azərbaycanda bütün o body balansın bütün təlimlərini keçmiş, o akademiya deyirik, bir dənə sertifikat alırlar, düşünürlər ki, pilates məşqçisidir. Amma Gülnar xanım bir dəfə o titullarını sorğuladı. Mən şoka düşdüm ki, siz nə vaxt çatdırıbsınız bunları hamısını oxuma və hər zaman bugünkü gündə də özlərində çalışır. Hər zaman mən idmana gedəndə deyirəm, Gülnar xanım, siz gecə yuxuda yenə də yeni hərəkət görmürsünüz. O qədər fərqli bir məşqləri var. Hər dəfə yenilik edir. Yeniliklər bizim üzərimizdə tərtib edir və gördüyünüz kimi də hal-hazırda da mən sizin qarşınızdayım. Gülnar xanım, bax, elə istəyirəm bu haqda danışaq ki, bax, xanımlar və bəylər də var. Sizin bilirəm ki, siz bəylərlə də çalışırsınız. İnsanın birinci növbədə insana o gözəllik bədənində nə verməlidir? Yəni, insan idman edə bilər, amma birinci nədir? Bir məşqçisi kimi, o deyir, siz pilatesa fəlsəfi tərəfdən baxırsınız. İlk növbədə salam hər bir kəsə, qonaqlarımıza da. Çox maraqlı bir qonaqların ahəngi var. Biri libasları təqdim eləyir. Şəbnəm xanım psixologiyamızı, ruhumuzu qidalandıran Nazim bəydir musiqimizdir. Mən isə fiziologiyanı tərənnüm eləyirəm. Qamət hər zaman dediyim kimi duruşumuzdur. Ən vacibi, ən əsası mənim hər zaman vurğuladığım qamətdir, duruşumuzdur. Çünki nə qədər bayaq gözəl libaslar nümayiş olundu, nə qədər kilomuz az olsa da, nə qədər incə olsaq da, amma qamətimiz gözəl olmasa heç vaxt geyindiyimiz, daşıdığımız libas da gözəl görsənməyəcək. Ona görə də mən məşqlərimdə də birinci növbədə üstünlüyü verirəm bizim onurğamızın sağlamlığına. Bu həm görüntüdən də əlavə bizim sağlamlığımızdır. Bizim onurğamız bizim təməlimizdir, əsasımızdır. Bizim onurğamız düzgün olanda... Mən də özümün qamətini hamı düzəlir, dikəlir. Fikir verdiniz. Onurğamızın sağlamlığı bizim daxili orqanlarımızın da sağlamlığıdır. Ümumiyyətlə, idman nəinki bədəni fit saxlayır, eyni zamanda da beynimizi də fit saxlayır. Sinaptik əlaqələr yaradır, serotonin, dopamin hormonlarını, endorfin, kortizol hormonunu azaldır, stresi azaldır. Bu artıq Şəbnəm xanımın peşəsidir. Sözünüzə qüvvət, çox razıyam sizinlə. Həm də artıq düşüncələri beyindən təmizləyir. Bəli, düşüncələr azaldıqca, neqativ düşüncələr azaldıqca, çünki insan daha çox bədəninə odaqlanır və artıq azaldıqca o beyin daha rahat nəfəs alır, belə deyək. Yəni 50 dəqiqə ərzində biz
bədənimizi bilinçli şəkildə, yəni şuurlu şəkildə çalışdırırıq. Burada doğru nəfəs alma var, ritm var, axıcılıq var. Ümumilikdə bir vəhdət təşkil edirik. Həm bədənimizi, zehnimizi və ruhumuzu vəhdətini, ahəngini təşkil edirik. Ona görə də həm qamətimiz gözəlləşir, həm mental sağlamlığımız gözəlləşir. Eyni zamanda da yəni fit və gözəl görsənirik. Təşəkkür edirəm Gülnar xanım. Görürsünüz ki, əziz mənim əzizlərim, hal-hazırda bizi izləyən bütün tamaşaçılar özünüz də etiraf edirsiniz ki, bəli, insan gözəl geyinə bilər, amma qayməti, görkəmi gözəl olmasa o libas onda elə gözəl oturmayacaq. Sevinç xanım da məndən razılaşacaq. Hər zaman mənə deyirlər ki, siz hansı libası geyinirsiniz, sizə yaraşır. Bəli, bunun da səbəbi birinci növbədə artıq bilirsiniz ki, mən 29 yaşından bu yaşıma kimi mütəmadi idmanla məşğulam. Amma son nöqtəm artıq belə deyək, 11 ildir pilateslə məşğul oluram və istəyirəm özümün də bir faydalı məsləhətimi paylaşım. Çünki bundan öncə Gülnar xanım dedi ki, kortizol. Elə ona görə də istəyirəm kortizolla bağlı bir məqama toxunum. Bəzi vaxtı biz səhər dururuq, belə deyək də, istəyirik idmana gedək, istəyirik bir idman edək, bir nəsə evdə iş görək, amma belə deyir, elə bil ki, beynimiz istəyir, amma bədənimiz getmir. Bədənimiz durmaq istəmir, yuxulu özünüzü hiss edirsiniz, bədəniniz qırılır, ağrıyır. Belə hallarla yəqin ki, siz də rastlaşırsınız. Bu ola bilməz ki, həyatımızda bir dəfə də olsun elə olmayıb ki, məsələn, durmaq istəyirsən, amma dura bilmirsən, etmək istəyirsən, edə bilmirsən, yürüyüşə çıxmaq istəyirsən, edə bilmirsən. Bu tənbəllikdən irəli gəlmir. Bəzi vaxtda deyirlər ki, o tənbəldir, o tənbəl deyil. Sadəcə belə bir məqam var. Bizə bax o gücü verən, bizə o səhər durmağı dur deyən bizim hormonumuz var, elə kortizol hormonu. Bəzi vaxtda biz o qədər stressdə yaşayırıq ki, axşam, dünən, sıra gün müəyyən dalbadal stresslərə düşdükdə insanın bədəni bir də səhər durursan ki, yorulub. Amma belə deyirsən, yuxumu yatmışam, tez yatmışsınız, amma o bədəndə bir yorğunluq olur. O nədən irəli gəlir? Bizim hüceyrələrimiz artıq belə deyir, onların o mitoxondriyalarında enerji bitir və bunu bərpa etmək üçün nələr etməliyik? Bunun üçün təbii ki, birinci növbədə hava çox önəmlidir. Bəzi vaxt mənim də elə olur ki, mən bilirsiniz ki, illərdir qaçıram. Amma bəzi vaxt olur ki, tədbirlər çox olur, yüklü oluram. Məsələn, konferanslarda, çıxışlar, işdə yüklü və səhər duram ki, özümə qulaq asıram. Ona görə də buradan sizə bir dənə bir ismarış göndərmək istəyirəm. Bəzi vaxt özünüzü yükləməyin. Bax, əgər bu günləri kimsə deyirsə, mən gedib idman zalında ağır çəki, mən ümumiyyətlə xanımlara deyərdim ki, ağır çəki məsləhət deyil. Hətta növbəti efirdə onunla da paylaşacağam ki, bizim o ayda bir siklımız var. Hansı idmanı məhz hansı günlərdə etməyimiz məsləhətdir, amma onu növbəti verilişdə paylaşacağam. Çünki bugün kortizolla bağlı istəyirəm demək və o məqamda ki, biz səhər dururuq, dura bilmirik, enerjimiz yoxdur, əhval-ruhiyyəmiz ona imkan vermir. Bu nə ilə bağlıdır? Deməli, növbəti günlərdə kortizol həddən artıq çox olub, çox stresə düşmüşük və kortizol da çox olanda artıq bədəndə, hüceyrələrdə tükənmə gedir. Buna deyirlər ki, yanmış bir enerji sindromu və o zaman özünüzə qulaq asın. O zaman təbiətdə olun, yürüyüşə qaçmağa yox. Məhz havada gedib bir parkda əyləşib o quşların səsinə qulaq asa bilərsiniz. Həmən günü biraz özünüzə daha çox maye qəbul edin. Niyə? Çünki maye mənfini bədəndən xaric edir. O necə deyirlər ki, bir enerjini ötürən bizim bədənimizdə o natri kaliyevlə bərabər eyni zamanda sudur. Sudan çox enerjini bizə çatdıran informasiyanı çatdıran maye yoxdur. O deyir, bir eksperiment keçirmişdilər. Bir suya Mozart'ın klassik musiqisini qulaq astırırlar, belə qoyurlar onun üzərində. Birinə də ağır rock və onların o suyun molekulası dəyişir. Elə də bizim bədənimizdə bizim o axımımız nədir? Bizim limfatik sistemimiz var, qan dövranımız var. O da eləcə bizim bədənimizdə dəyişə bilər. Odur ki, mənim əzizlərim, əgər səhər durursunuz və görürsünüz ki, bax, beləsiz, nə edin? Özünüzə qulaq asın. Bir yüngül yürüyüşünüzü edin, bolluca suyunuzu için, düşüncələrinizi gözəl musiqiləri qulaq asın və təbii ki, o zaman bundan uzaq olacaqsınız və kortizolunuz da sürətli şəkildə aşağı düşəcək, özünüzü rahat hiss edəcəksiniz. Düşünürəm ki, az da olsa faydalı məsləhətim sizin üçün önəmli oldu. İndi də istəyirəm elə Nazim bəyə sual verim. Nazim bəy illərdir gözəl formadadır. Heç yaşını bilmirəm. Bir şey ki, bir 27 il bundan öncə Nazim bəy artıq mənə toyuma aparmışdı. Yaşınızı soruşmuram. Maşallah, gözəl bir formadasınız. Siz bu formada qalmaq üçün nəyə üstünlük verirsiniz? Qidanıza fikir verirsiniz, idmana
plana fikir verirsiniz, düşüncələrdir, yoxsa elə musiqi sizi belə cavan saxlayır? Ya ümumiyyətlə mən rasionumdan çörəyi yığışdırmışam. Neçə ildir? Çörəyi harca bir 3 il olar. 3 ildir. Ümumiyyətlə çörək, duz, şəkər, Ay maşallah. ümumiyyətlə bunlardan istifadə eləmirəm, ümumiyyətlə. Arada, məsəl üçün, həftədə bir gün, bazar günləri özümə bir balaca imkan, şərait verirəm ki... Çıxmıl eləyir. Şərait verirəm, məsəl üçün, hansı bir, məsəl üçün, tort mu deyim, yəni bir orada aşırı yox da, belə bir sok belə nəsə yeyə bilərəm. Sonra nəyi yığışdırmışam? Qazlanmış, qazirovanlar. Qazlı içkilərdən. Hamısını ləğv eləmişəm. Sırf ancaq təbii, ancaq bulaq suyu və salam. Bir də ki, yürüyüş. Yürüyüş edirsiniz. Yürüyüş edirəm. Düzdür, indi biraz hələ havalar qızmır. Düzdür, qışda mən yürüyüş eləmirəm. Amma indi yaz gəlib də, indi yaz gəlib, biraz havalar qızsın. Hər gün, məsəl üçün, 10-15 kilometr, bax, belə gəzirəm. Əla. Görürsünüz, hətta Nazim bəyin bu gözəl formada qalmasının əsas səbəbi gördünüz ki, qidasında. Hər zaman mən onu deyirəm, duz, şəkər, bir də ağ unu rasionumuzdan çıxarsanız, bu artıq böyük bir, belə deyək də, evolyusiya olacaq. Sevinç xanım, elə istəyərdim sizə sual verim. Hal-hazırda xanımlarla daha çox siz işləyirsiniz. Bax, xanımlarımızın, müasir xanımlarımızın zövqü necə dəyişib, nəyə üstünlük verirlər, necə bir libaslara, necə bir geyimlərə, hansı bir janrda geyinməyə daha üstünlük verirlər? Şəfa xanım, çox gözəl bir sualdır. Bilirsiniz, zövqlər çox müxtəlifdir. Gündəlik geyimlər, əgər nəzərdə tutursunuzsa, gündəlik geyimlərdə son zamanlar oversize, yəni bol geyimləri üstünlük verirlər. Çünki artıq bilirsiniz, tendensiyalar dəyişib. İnsanlar artıq rahat geyimlərə üstünlük verir. Komfortda olmaq istəyirlər. Bəli, öz komfortlarını düşünürlər. Rəng tonlarını da, yəni ki, çox göz yorucu rənglərə üstünlük vermirlər. Daha çox torpaq rəngi, daha çox zeytun yaşılı rəngləri və necə ki, sizin və necə gözəl rənglər seçmisiniz. Yəni, gəlinliklərdə də belədir. Artıq qızlarımız, bilirsiniz, ağırlıqdan çox artıq rahatlığa üstünlük verirlər. Bilirsiniz, ən çox mən gəlinliklərlə çalışdığım üçün bunu daha yaxşı bilirəm. Sizə bir nüans da vurğulayım. Gəlinlik sahəsi ilə gündəlik geyim sahəsi, onlar tamamilə ayrı bir sahələrdir. Yəni, mən ola bilər ki, gündəlik geyimlər haqqında çox məlumat verə bilərəm, amma ən çox gəlinliklərlə çalışdığıma görə, onu da daima araşdırmalar etdiyimə görə bilirəm ki, artıq istər gündəlik geyimlərdə, istər rəng tonları olsun, ya rahatçılıq, artıq tendensiyalarda rahatçılıq daha çox önəm verir. Bəli, kimə nə rahatdırsa onu geyinir. Məsəl üçün, gəlinlik libaslarında artıq gəlinlər gəlir və 2 libas istəyirlər. Birini, məsəl üçün, girişdə istəyirlər ki, ağır, klassika, göstərişli, fotosessiyalar üçün uzun fata, uzun şleyfli. Ondan sonra isə artıq 2 saatdan sonra dəyişib çox rahat after party deyirlər də ona. Düzdür, mən onun çox tərəfdarı deyiləm. Çünki biz əziyyət olur, qızlar libaslarını dəyişirlər. Tortda məsələn bir paltar, girişdə bir paltar. Yəni ki, artıq biraz artıq o çıxır o göstərişdən, o gözəllikdən. Amma yenə də seçimlər... Vaxt aparır da. Bəli, çünki məsəl üçün toy günündə bəlli bir saatdan sonra artıq gəlinlərimiz Məsəl üçün, bir gəlinin rahat neçə olmaq saat istəyir. bəzəmək olur? Makyajı nəzərdə tutursunuz? Yox, libası əyinlər giyindirmək. O tez olur, yəni o qədər də məsəl üçün 5 dəqiqə, 10 dəqiqə zaman alan bir prosedur. Yox, çox olar. Yox, artıq o baxır onu kim geyindirir. Sizə o çox çətin gəlir, amma biz xanımlar artıq o qədər puxtələşmişik. O deyirik, gözəl olmaq üçün biz xanımlar hər şeyə əl atırıq. Bilirsiniz necədir? Yenə deyirəm, mən yenə qayıdıram öz sahəmə. Hər zaman bir gəlinlik sifariş verəndə mənə lazım olan suallar verirəm. Məsəl üçün, məkan mənim üçün önəmlidir, qonaq sayı mənim üçün önəmlidir. Açıq məkanda mı olacaq, qapalı məkanda mı olacaq, yay toyudumu, qışdımı, yəni bunlar hamısı önəmlidir. Çünki libas ona uyğun seçilməlidir. Açıq hava üçün başqa bir libaslar olmalıdır, qapalı
məkan üçün başqa, qonaqların sayı əgər çoxdursa, göstəriş sevirlərsə, daha çox qaşlı və klassik ağır Yəni, bu modellərə hamısı nəzərə alırsınız, Əlbəttə Sevinç ki, xanım. hamısı qeydə alınır. necə çətindir? Bəli, hamısı qeydə alınır. İstər gəlinin ölçülərindən tut, onun zövqlərindən tut, gəlinin hətta xarakteristikasına belə uyğun biz gəlinlik yaradırıq. Bu gəlin nə istəyir? O, yəni necə bir, yəni belə deyək də bəzi qızlar var ki, mən həmişə soruşuram, bu toyda siz yəni çox oturmağı mı düşünürsünüz, çox oynamağı mı düşünürsünüz? onu da deyim Buna ki- görə də libasları seçmək lazımdır. Hətta onu da vurğulamaq istəyirəm ki, Sevinç xanım mənim xəssiyyətimi bilərək, bilir ki, hansı bir formatda olan bir xanımam və mənə o ad günümə, o paltarı təqdim edəndə dedi, mən sizə çox belə deyək də müxtəlif modellər seçdim, amma sizin xəssiyyətinizi bilərək, o parlaqlığınızı hiss edərək mən sizə belə bir parlaq bir paltar hazırladım. Elə istəyirəm hal-hazırda keçək bizim elə ad günündən olan süjetimizə. Bizim həyatımızı dəyişən, bizim mələyimiz Şəfa xanımın bugün doğum günüdür. Mən onu təbrik eləyirəm. Allah ona gözəl-gözəl illər nəsib eləsin. Allah onun o gözəl ailəsini saxlasın. Şəfa xanım, nə yaxşı ki, siz bizim həyatımızda varsınız. Şafaq xanım canım mən sizi təbrik edirəm. Uğurlarınız bol olsun. Həmişə belə pozitiv, gülər üz. Yəni hər zaman bizi tez-tez buralarda yığasınız. Çox sağ olun. Sağlamlığın şəfası şəfaya diqarova var. Baharın ən gözəl zərif çağında Aprelin 20'dır gəldiniz Həyatın o sağlam saf ortağında Minlərlə insana ümid verdiniz Mənim əzizim, mənim doğmam, mənim gözəlim. Həqiqətən də sən hər birimiz üçün bir şəfasan. Sən hər birimiz üçün bir səmimiyyət, bir tükənməz enerji mənbəyisən. Sənə uzun-uzun ömürlər arzulayıram, can sağlığı arzulayıram. Ki siz o qədər insanlara yaxşılıq eləmişsiniz ki, onlar hamısı çox gözəl bir töhfə kimi sizin qarşınıza bir həyat boyu çıxacaq Allah qoysa. Biz də bugün Azul Wedding dekor şirkəti olaraq Şəfa xanımın yanındayıq. Şəfa xanım üçün sürprizlər hazırlamışıq doğum günü ilə bağlı. İnşallah Şəfa xanıma bu yaşı düşərli olsun. Ürəkdən təbrik eləyirəm Şəfa xanımı. Şəfa xanımı bu gözəl gün münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Ona ilk növbədə can sağlığı arzu edirəm və bol-bol uğurlar arzu edirəm. Bu il, bu yaşının sizə ən düşərli yaşı olsun, ən düşərli il olsun. Həmişə biz hamımızı xoşbəxt etməyə çalışan Şəfa xanım, sizin ad gününüz mübarək deyirəm. Şəfa xanım mənim üçün o qədər dəyərlidir, o qədər əzizdir. Şəfa xanımı təbrik edirəm. Həyatımda daimi olan dostlarım, əzizlərim, sevənlərim bugün mənimlə bərabər oldu və mənim üçün bu çox unudulmaz gün oldu. Hər birinə təşəkkür edirəm. Bugün ürəkləri mənimlə olan, burada ola bilməyənlər, bugün burada olanlar, bütün dostlarıma, əzizlərimə, ümumiyyətlə bütün məni sevən Azərbaycan xalqıma təşəkkür edirəm ki, məni sevirsiniz, məni seçirsiniz və mənimləsiniz. Təşəkkür edirəm, var olasınız. Baharın ən gözəl zərif çağında Aprelin 24'ü gəldiniz Həyatın o sağlam saf ortağında Minlərlə insana ümid verdiniz Adınız şifadır, özünüz şəfa Sizdən dərs alıbdı düzgün qidalar Süfrəyə nizamla gətirib səfa Sizlə gerçək olur arzular, dualar
kim tek ucaldı adın. Siz sağlam hayatın sadir dostusuz. Zərif bir hanımsız, məğrur qadınsız. Bizim qəlbimizin əziz kəsisi. Şəbnəm xanım, sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bugün studiyamızın qonağı Şəbnəm xanım Orucovaydır. İşinin peşəkarı sözün əsl mənasında belə deyək də tam fərqli bir formatda insanlarla çalışan həkim, psixoterapevtdir. Bugün studiyamızın qonağı mənim illərdir məşqçim. Sözün əsl mənasında Azərbaycanda bütün o Balans Boycun Akademiyasını bitirmiş, bütün o belə də sertifikatları deyim, o pillələrdən keçmiş məzunu Gülar xanım Əliyeva təşəkkür etmək istəyirəm. Mənim əzizim, dostum, illərdir mənimlə bərabər, hər biriniz mənim dostumsuz. Birdən kimisə xətrinə deyər. Sevinç xanım da mənim artıq illərdir dostumdur. Sizə təşəkkür etmək istəyirəm və mənim o ad günümü mən üçün qeyri-adi etdiyinizə görə bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Gözəl çiçəklərinizə görə də bu arada təşəkkür edirəm. Və artıq verilişimiz sona çatırdı. Sağ olun, qalın mənim əzizlərim. Hər bazar günü saat 2-də bizi izləməkdə olun və sonda da 27 il bundan öncə mənim toyumu aparmış və düşünürəm ki, indən sonra da inşallah qismət olsa mənim evlatlarımın toyunu aparacaq. Nazim bəy faytonçuya sonda bir gözəl ifasından verilişimiz sona çatır. Bu sevgiden sen korkursan eybi yok. Ben severem ikimizin yerine. Bu eşk için bir gün dara çekseler, ben giderim ikimizin yerine. Minezap sensiz geçen her günü unutmuşam yaxşı yaman fərqini. Bu sevginin dağ-ərdən dərdini mən çəkərəm ikimizin yerine. Senin için Tanrı yazan şeirler, dodakların incimesin deyirəm. Ben öperem ikimizin yerine. Minazap sensiz geçen her günü unutmuşam yaxşı yaman fərqini. Bu sevginin dağ-ərdən dərdini mən çəkərəm ikimizin yerine. Taleyimde son açılan gülümsen, süzüp kara gözlerime gülümsen. Bu sevginin sonu eğer ölümse, ben ölerim ikimizin yerine.
sensiz geçen her günü unutmuşam yaxşı yaman fərqini. Bu sevginin dağ-dərdən dərdini mən çəkənəm ikimizin yerine. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu ilə bitdi.